Bugün Gürcüstana rəsmi səfərli Özbəkistan prezidenti Şavkat Mirziyoyev gəlir. O, Gürcüstan prezidenti ilə görüşərək iki tərəfli əməkdaşlığın inkişafını və regional məsələləri müzakirə edəcək. Səfər çərçivəsində rəsmi mərasimlər keçiriləcək. Xatırladaq ki, dünən Gürcüstan-Özbəkistan biznes forumu baş tutub və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Bugün ölkə üzrə abituriyentlər gürcü dili və ədəbiyyat imtahanı verirlər. Bu il vahid milli imtahanlara 43 mindən çox abituriyent qeydiyyatdan keçib. İmtahan mərkəzləri isə 12 şəhərdə fəaliyyət göstərir. Təhsil naziri Givi Mikanadze proseslə tanış olub. Vahid milli imtahanlar 22 iyulda fizika imtahanı ilə başa çatacaq. Müəllimlərin imtahanları 5 iyuldan, magistratura imtahanları isə 23-24 iyulda keçiriləcək. 2026-cı il iyunun 30-u iyulun 1-də Cenevrə beynəlxalq danışıqlarının 67-ci raundu keçirilib. Gürcüstan tərəfi Rusiya ilə Çxinvalli işğalçı rejimi arasında imzalanmış qondarma sazişi ilə bağlı ciddi narahatlığını ifadə edib və onun beynəlxalq hüquqa zidd olduğunu bildirib. Danışıqlarda işğal olunmuş ərazilərdəki təhlükəsizlik, humanitar vəziyyət və insan hüquqları məsələləri də müzakirə olunub. Rusiya nümayəndələri isə əvvəlki raundlarda olduğu kimi danışıqlar masasını tərk ediblər. Müxalifət alyansına daxil olan partiyalar arasında fikir ayrılığı davam edir. Son illərdə qəbul etdikləri daxili qərarlarda müzakirə olunur. Bu dəfə Levan Xabeyşvili Vahid Milli Hərəkat Partiyasının sədr vəzifəsindən uzaqlaşdırılması barədə danışıb. Onun sözlərinə görə ona səviyyəsinin aşağı olduğu iradı bildirilir. Lakin bu sadəcə bəhanə idi. Əsl səbəb isə müxalifətin birləşə bilməməsi idi və nəticədə hamı həbsxanada bir araya gəldi. Alyans daxilində qarşılıqlı ithamlara baxmayaraq, Vahid Milli Hərəkat hələ də bu birliyin üzvü olaraq qalır. Hakim komanda isə müxalifətdə baş verənləri ciddi qəbul etmir və alyans ətrafındakı prosesləri siyasi sirk adlandırır. Tbilisi şəhər məhkəməsində qondarma sabotaj işi üzrə 8 siyasətçinin məhkəmə prosesi davam edir. İclasda ittiham tərəfinin şahidləri dindirilir. Prosesdə isə yalnız Mikhail Saakashvili iştirak edir. Müdafiə tərəfi bildirir ki, 45 cildlik iş materiallarında siyasətçilərə qarşı heç bir sübut yoxdur. Prokurorluq onları sabotaj, dövlət əleyhinə fəaliyyət və konstitusiya quruluşuna qarşı cinayətlərdə ittiham edir. Bu iş üzrə Georgi Vaşadze və Zurab Girçi Caparidze barəsində 30 min lari, Mamuqa Xazaradze və Badri Caparidze barəsində isə 1 milyon lari məbləğində girov seçilib. Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində 126 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər. Onların ölkəyə yenidən girişinə qadağa qoyulub. Cari ilin ilk 6 ay ərzində isə ümumilikdə 2036 qeyri-qanuni əcnəbi ölkədən çıxarılıb. Bu göstərici ötən ilin ümumi nəticəsini xeyli üstələyir. Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları qanunsuz narkotik laboratoriyası aşkar edib. Xüsusilə külli miqdarda narkotik vasitə götürüb və 4 nəfəri saxlayıb. İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər satış məqsədi ilə müxtəlif kimyəvi maddələr və prekursorlardan istifadə edərək laboratoriyada narkotik hazırlayıblar. Polis maddi sübut kimi satışa hazır vəziyyətdə olan narkotik vasitələri, o cümlədən 41 litr alfa PVP tərkibli maye, təxminən 5 kiloqram mefedron, 5 litr mefedron tərkibli maye və təxminən 2 kiloqram alfa PVP müsadirə edib. Bu cinayətə görə 20 ilədək və ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Dövlət ağır fasadlar yaşayan xəstələr üçün daha bir bahalı dərmanı maliyyələşdirəcək. Beynəlxalq tövsiyələrə əsasən Jakavi bu halların müalicəsində ən effektiv vasitələrdən biri sayılır. Dərman artıq bütün onkohemoloji xəstələr, o cümlədən 18 yaşadakı uşaqlar üçün əlçatandır. 2026-cı ilin ilk aylarında Avropa İttifaqında Rusiya qazının idxalı artıb. Euronews xəbər verir ki, bu artım sanksiyaların təsirsiz olması ilə deyil, şirkətlərin daha sərt məhdudiyyətlər qüvvəyə minməzdən əvvəl mövcud müqavilələr üzrə tədarükləri sürətləndirməsi ilə əlaqələndirilir. Agentliyin məlumatına görə Rusiya qazından tam imtinanın iqtisadi nəticələrinin 2027-ci ildə özünü göstərəcəyi gözlənilir.
Gecə saatlarında Rusiya Kiyevə pilotsuz uçuş aparatları və raketlərlə hücum edib. Nəticədə 13 nəfər həlak olub, 56 nəfər yaralanıb. Hücum zamanı bir neçə yaşayış binası, otel və tibb müəssisəsi zədələnib. Daxili İşlər naziri İqor Klimenko bildirib ki, xilas edicilər dağıntılar altında qalan insanların axtarışını davam etdirirlər və ölənlərin sayının arta biləcəyi istisna edilmir.